Tovuza Xorvatiya klubu Çempionlar Liqası oyunu üçün gəlir. Bu yəqin ki, son illərdə bax buralar üçün ən böyük afişada, ən böyük həyəcandır. Olimpiya kompleksində böyük bir yeniləmə başlayıb. Xüsusilə çöl hissəsi və voleybol zalı burada ana xətt olaraq götürülüb. Kompleksin üz hissəsi eyni zamanda həyətində müxtəlif işlər görüləcək. Beynəlxalq standartlara cavab verməsi üçün. Eyni zamanda voleybol zalı Beynəlxalq Voleybol Federasiyasının tələblərinə uyğun ən üst səviyyə gətiriləcək. Plan belədir və bu istiqamətdə də artıq işlər başlayıb. Voleybol zalında əsas istiqamət tamaşaçı sayının artırılması və keyfiyyətdir. Səviyyəli, daha fərqli zalın insanlara təqdim olunmasıdır. Burada müxtəlif kosmetik işlər, müxtəlif vizual effektlərlə də zalın keyfiyyəti artırılacaq. Nəyə görədir? Komandanın təkcə təsnifat oyunları üçün deyil, eyni zamanda qrup mərhələsi oyunlarını da burada keçirməsi üçündür. Biz bilirik ki, əgər klub qrup mərhələsinə vəsiqə qazanarsa, orada bir neçə oyun olacaq və onların Tovuzda keçirilməsi necə böyük həm idman hadisəsidir, həm də ümumi Tovuzun belə ictimai, aktiv həyatı üçün nə qədər böyük hadisədir deyə bilərik. Əldə etdiyimiz məlumata görə bir çox Tovuzlular, Tovuzlu iş adamları kompleksin hazırlanmasına dəstək göstərməyə çalışır. Onlardan ən vacibi Musa Süleymanov adı ilə bağlıdır. Məhz onun kompleksin yenilənməsinə mühüm bir dəstəyi var, köməyi var, belə deyək, öz köməyini əsirgəməyib. Son günlər bax bu istiqamətdə olan Turan Voleybol klubu ilə bağlı olan başqa bir sual isə Həsən Zeynalov adı ilə bağlıdır. Bir çoxları onun Turan Tovuz klubunda, futbol klubunda fəaliyyətindən sonra artıq voleybolla davam edib etməyəcəyini soruşur. Bildiyimiz kimi Həsən Zeynalov Turan Tovuz klubunun vitse-prezidenti təyin olundu. O isə bildirir ki, mənim üçün voleybol çox əzizdir, çox özəldir və əbədidir. Bu klubu Avropa səviyyəsinə çatdırıb, sonra isə bax orada daimi o səviyyədə qalacaq bir komanda edib yaşatmaq istəyirəm. Ona görə voleybol klubu ilə işlər davam edir.